Əziz şagirdlər, bugünkü suallarımız Azərbaycan dilindən bir sual izah olacaq. Deyir ki, köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən edin. Baxaq. Deməli, köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən etməliyik. Mən elə sən deyənlə razıyam, lakin başım qarışıqdır, sanki yuxu görürəm. Baxaq indi, məni keçdiyinizdə əvəzliyir, bizdən köməkçi nitq hissələrini istəyir. Elə sən deyənlə razıyam, elə. Baxın, burada elə düşünə bilərsiniz, əvəzlikdir. Bilir ki, əvəzlik və ədad kimi işlənə bilir elə sözü. Baxaq, elə sən deyənlə razıyam. Görək suala cavab verirmi? Necə sən deyənlə razıyam, elə. Gördüyümüz kimi suala cavab vermədi. Elə danışma, necə danışma, elə. Elə insan, necə insan, elə. Baxın, burada suala cavab verir. Bunlar suala cavab verirsə əvəzlik götürür. Burada isə suala cavab vermədiyi üçün ədad götürəcək. Deməli, başladıq ədadla. Ədad. Ədad harada var? Deməli, D variantı ilə A variantından avtomatik olaraq çıxırıq variantlardan. Niyə? Çünki ədadla başladıq. Sən deyənlə razıyam. Sən deyənlə. Burada, baxın, diqqətlə fikir verin. Bəzilərdə ola bilər, fikir verməz. Deyənlə razıyam. Nə ilə? Sən deyənlə. Qələm ilə yazıram. Kitabla gəldi. Nə ilə? Kitabla. Deyən ilə razıyam. Nə ilə razıyam? Deyənlə. Görürsünüz ki, sualın içərisində ilə də gedir. Nə ilə? Deyən ilə. Deməli, lalə həm də qoşma kimi götürəcək. Ədad, dalıcan, qoşma. Aha. Deməli, ədad, dalıcan, qoşma gəldiyi üçün E variantını da avtomatik çıxartdıq. Lakin başım qarışıqdır. Aha. Baxın burada. Lakin də hansı nitq hissəsidir? Bağlayacaq. Hardan beri? Mən elə sənlə deyənlə razıyam. Lakin başım qarışıqdır. Amma başım qarışıqdır. Ancaq başım qarışıqdır. Demək, amma lakinlə əvəz olunur. Yəni sinonimlərlə əvəz olunduğu üçün nə götürəcəyik? Bağlayıcı. Deməli, dalıcan da bağlayıcı gəldi. Başım qarışıqdır. Sanki yuxu görürəm. Sanki də hansı nitq hissəsidir? Modal söz. Deməli, nə oldu? Ədad, qoşma, bağlayıcı, modal söz. Sözün cavabımız oldu hansı? B variantı. İzahımız bu qədər. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayaq. Sağ olun.